Salam uşaqlar, gəlin bugün keçirdiyimiz ağırlıq mövzu sınavının izahına baxaq. Başlayaq elə birinci sualımızdan. Nə deyir bizim üçün? Deyir ki, 20 metr hündürlükdən şaquli aşağı istiqamətdə atılan cisim yerə neçə metr bölü saniyə sürətlə dəyər? Baxıram ki, məsələnin şərtində bizə hündürlük verib. Baxırıq ki, başlanğıc sürət verib və nə istəyir bizdən? Yerə dəyən andakı sürəti və piluslu hərəkət necə hərəkətdir? Şaquli aşağı atılmış hərəkət. Uşaqlar, bunların hamısının birgə iştirak etdiyi bir düsturumuz var idi. H bərabər idi nəyə? V kvadratı çıx. V0 kvadratı böl 2J. İndi gətirib bütün düsturdakı qiymətlərimizi yerinə qoyaq tapaq. Deməli, hündürlük vermişdi 20 metr. Son sürətimizi bilmirik. Yerə dəyən andakı sürət bizim üçün maraqlı idi. Başlanğıc isə neçə idi? 15. 15-in kvadratı bölünsün 2 vurulsun 10-a. İndi buradan elə 400 bərabərdir uşaqlar. V kvadratı çıxılsın 225. İndi buradan da elə V kvadratı bərabər olacaq 625-ə. Onda bizim sürətimiz elə nəyə bərabər imiş uşaqlar? Yerə dəyən anda deməli 25 metr bölünsün saniyəyə. Yəni cavabımız olacaq elə C variantı. Keçək indi baxaq ikinci sualımıza. İkinci sualda nə deyir bizə? Deyir ki, şəkildə M və 2M kütləli cisimlər arasında gravitasiya qüvvəsinin qiyməti 10 Newtondur. 8M və 2M kütləli cisimlər arasındakı gravitasiya cazibə qüvvəsi nəyə bərabərdir uşaqlar? Birincisi, gravitasiya cazibə qüvvəsinin düsturu nə idi? F bərabər idi, J vurulsun M1, M2 bölünsün R kvadratı idi. İndi bizə əvvəl nə vermişdi? Diqqət eləyək, yəni birinci hal üçün. F bərabərdir, J vurulsun. Birinci halda cismin kütləsi, baxın diqqət eləyin, 2M idi. Yazıram 2. M2 isə nəyə bərabər idi? 1M idi. Və bunlar arasındakı məsafə nədir? Diametr. Əlbəttə ki, biz elə diametr bilirik ki, nəyə bərabərdir? 2-yə. Amma gördüyünüz kimi birinci halda da, ikinci halda da məsafəni eyni verdiyi üçün heç elə diametrdə də saxlayacağım. Bunda deməli, bölünsün nəyə? D-nin kvadratına. Yəni, J vurulsun 2M kvadratı bölünsün D-nin kvadratı ifadəsinin qiymətini bizə nə qədər verib? Baxın, özü məsələnin şərtdə qeyd edib. Bunun qiyməti 10 Newtona bərabərdir. İndi keçdik ikinci hala. İkinci halda F bərabərdir, J vurulsun. Artıq cisimlərdən birinin kütləsi gördüyünüz kimi nədir? 8M-dir. Daha sonra ikincisi ilə yenə 2M-dir. Bir digər tərəfdən məsafə də aralarında nə qədərdir? D kvadratıdır. Onda J vurulsun 16M kvadratı bölünsün D kvadratı kimi bir ifadə aldıq. Uşaqlar, baxırıq ki, bizim bütün kəmiyyətlərimiz eynidir. J, M kvadratı, D kvadratı, dəyişən bir dənə nəyimiz var? Əmsallarımız. Burada əmsalımız 2 idi. Baxırıq. Burada isə indi əmsalımızı nə aldıq? 16. Əlbəttə ki, 16 2-dən 8 dəfə nədir? Çoxdur. Və bizim də qüvvəmiz, baxın, bu verilən əmsalla necə asılı? Düz asılı. Çünki gördüyünüz kimi sürətdədir. Onda deməli, qüvvə də nə edəcək artıq? Əvvəlki qiymətindən 8 dəfə artacaq. Onda F2 bərabərdir 8F1-ə. Əvvəlki qiymətimiz neçə idi? 10 Newton. Onda 8 vur 10. Yəni, ikinci halda bizim qiymətimiz nəyə bərabər oldu? 80 Newtona bərabər oldu. Yaxud da bunu necə yaza bilərsiniz uşaqlar? Gətirib elə bax, bunu 2 vur 8M kvadratı şəklində yazın. J 2M kvadratı böl D kvadratın yerinə 10 qoyacaqsınız. Onu da 8-ə vuranda gəlib buradan yeni 80 cavabına çıxırsınız. Deməli, bizim də burada cavabımız nədir uşaqlar? B variantı. Gəlin indi keçək baxaq üçüncü sualımıza. Üçüncü sualda nə deyir bizim üçün? Deyir ki, cismin yer səthindən 3 el hündürlükdəki ağırlıq qüvvəsi 10 Newtondur. Buna əsasən cismə K nöqtəsinə təsir edən ağırlıq qüvvəsi neçə Newton olacaq? Baxırıq uşaqlar. K nöqtəsi hardadır? Planetin səthində. Yəni, mənə deyir ki, səthdəki ağırlıq qüvvəsini hesabla. Mən bilirəm ki, müəyyən hündürlükdəki ağırlıq qüvvəsi səthdəkindən həmişə kiçik qiymət alır. Özü də neçə dəfə kiçik qiymət alır demişdik? N plus 1-in kvadratı dəfə kiçik qiymət alacaq. Çünki niyə görə? Biz bilirik ki, normalda bu dəqiqə bütün cisimlər hər biri planetin səthində düzülüb. Hündürlük artdıqca da F bərabərdir. Baxın, J vurulsun. M böl R plus H kvadratı düsturundan məlum məsələdir ki, bizim hündürlüyümüz artdıqca qüvvəmiz azalır. Çünki qüvvə və hündürlük tərs asılıdır. Amma demişdik axı, normalda hardayıq? Planetin səthində. Əlbəttə ki, bu azalma səthdən baş verəcək. Ona görə müəyyən hündürlükdəki ağırlıq qüvvəsi əlbəttə ki, səthdəki qiymətdən azalacaq. Neçə dəfə azalır? İndi R plus H-ı biz qısaca qeyd kimi nə yazırıq? Elə M1 deməli, M plus 1 kimi ki, elə konkret artıq bir də uzatma vaxtlara getməyək. Deməli,
Yeni qeyd edirəm, müəyyən hündürlükdəki ağırlıq qüvvəsi səthdəkindən azalır neçə dəfə? N plus 1-in kvadratı dəfə. İndi gəlin başlayaq da bir-bir diqqət edək. Müəyyən hündürlükdəki ağırlıq qüvvəsini verib bizim üçün, bəli verib. Baxın, 3R hündürlükdəki ağırlıq qüvvəsi deyir 10 Newtondur. Gətirib yazdıq. F0-ı bilmirəm, məqsəd odur ki, elə səthdəki ağırlıq qüvvəsini tapaq. Məsafəni verib, H-ı bizə neçə? 3R, yəni 3. Onda n-i yerinə gətirib nə qoyduq? 3 plus 1-in kvadratı. Onda buradan F0 bərabərdir 10 vurulsun 16-ya. Yəni səthdəki ilə ağırlıq qüvvəmiz nəyə bərabər imiş? 160 Newtona bərabər imiş. O da harada verilib bizim üçün? Gördüyünüz kimi B variantında qeyd olunub. Keçək indi, baxaq burada gəlir bizim 4-cü sualımız. 4-cü sualda nə deyir? İki maddi nöqtə arasındakı məsafə 3 metrdir. Onlar arasında məsafə 6 metr artırılarsa, cazibə qüvvəsi necə dəyişər? Deməli, uşaqlar, baxırıq burada. Əvvəlcə iki maddi nöqtə arasındakı məsafəni 3 metr vermişdi. Gəlin yazalım da. Deməli, əvvəl qeyd eləyək. F bərabərdir. J vurulsun. M1 vurulsun. M2 bölünsün nəyə? 3-ün kvadratına. Yəni, J vurulsun. M1, M2 bölünsün nəyə? 9-a. İndi daha sonra məsafəni nə dedi bizə? Deyir ki, 6 metr artdı. Əlbəttə ki, artma, azalma həmişə nədir? Əvvəldəki qiymətdəndir. Əvvəl 3 idisə 6 metrdə artanda onda olacaq artıq bizim son məsafəmiz nə? 9 metr. Yəni sonra bax yazırıq. F bərabərdir. J vurulsun. M1, M2 bölünsün nəyə? 9-un kvadratına. Yəni J vurulsun. M1, M2 bölünsün nəyə? 81-ə. İndi uşaqlar, J vurulsun. M1, M2 9-dan biz gəlib çıxmışıq nəyə? J vurulsun. M1, M2 bölünsün 81-ə. Əlbəttə ki, məxrəc neynədir? Artdı. Məxrəcin artması ilə bizim qüvvəmiz neynəyəcək? Azalacaq. İndi 9-dan 81-ə gəlmək nədir? Əlbəttə ki, 9 dəfə artma. Yenə qeyd edirəm, məsafədən qüvvə necə asılı idi? Tərs asılı. Onda qüvvəmiz isə əksinə neynədir? 9 dəfə azaldı. O da hansı variantda verilib bizim üçün elə? D variantında verilib. İndi gəlin keçək baxaq burada 5-ci sualımıza. 5-də nə deyir bizim üçün? Deyir ki, 4M kütləli cismin 6M kütləli cismə göstərdiyi təsir qüvvəsi. Əlbəttə ki, 4M kütləli cismin 6M kütləli cismə təsir etdiyi qüvvənin istiqaməti baxın bu şəkildedir. Baxın bu şəkildə bir qüvvə ilə nə edəcək? 6M kütləli cismə təsir göstərəcək. İndi burada baxıram ki, yaxşımdır. Bu qüvvədən, bu təsir qüvvəsindən yuxarıda neçə dənə cisim var? Yəni bu neçə cismin göstərdiyi təsir qüvvəsidir? Baxırıq 4M. Baxırıq 2M, baxırıq bir dənə var M. Yəni onda 5-ə nə yazırıq bax? F bərabərdir. M plus 2M plus 4M vurulsun J. Yəni 7MJ qüvvə ilə bizim cisimimizə nə edəcək? 6M kütləli cisimimizə təsir göstəriləcək. O da hansı variantda verilib bizim üçün? Gördüyünüz kimi D variantında verilib. İndi gəlin keçək baxaq 6-cı sualımıza. Uşaqlar, bu sual səhv sualdır. Bunu pas keçirək. Burada şərtlər məlum deyil. Ona görə yəni səhv bir sualımızdır. İndi uşaqlar, gəlin 7-ci sualımıza baxaq. 7-də nə deyir bizim üçün? Deyir ki, X cismi H hündürlüyündən sərbəst buraxıldığı anda Y cismi 3H hündürlüyündən 20 metr/saniyə başlanğıc sürətlə aşağı atılır. Cisimlərin yerə eyni vaxtda çatdığını bilərək H hündürlüyünün neçə metr olduğunu hesablayın. Deməli, gəlin yazaq da burada. Bizim X cismimiz necə hərəkət edir uşaqlar? Sərbəst düşən cismin hərəkətini icra edir. Yəni, başlanğıc sürəti nəyə bərabərdir? 0-a. Və baxıram ki, məsələnin şərtdə bizə zaman olduğunu vurğuluyor. J-ni mötərəzidə təqdim edib, hündürlüyü soruşur. Onda hansı düstura görə gedək? H bərabərdir. JT kvadratı bölü 2 düsturuna görə gedirik. İndi keçdik Y cisminə. Y cisminin artıq sürəti var. Onda deməli, şaquli aşağı atılmış cismin hərəkətidir. Və biz də bilirik ki, uşaqlar, aşağı hərəkətlərin hamısı necə hərəkətdir? Yeyinləşən. İstər sərbəst düşən olsun, istər şaquli aşağı olsun. Fərqi yoxdur, yeyinləşəndir. Amma yuxarı atılan, yəni şaquli yuxarı necə hərəkətdir? Bərabər yavaşlayan. İndi artıq bizim başlanğıc sürətimiz olduğu üçün düsturu necə yazırıq? V0T plus JT kvadratı bölü 2 kimi. İndi məsələnin şərtində bizə belə bir ipucu vermişdi. Cisimlər eyni vaxtda gəlib neyniyir? Yerə çatır. Yəni bizim zamanlarımız eynidir uşaqlar. Əgər bizim zamanlarımız eynidirsə, bir digər tərəfdən J də onsuzsa sabit kimi bir kəmiyyətdir. Onda baxın elə, bu JT kvadratı bölü 2-nin yerinə mən X cismi üçün yazdığım H bərabərdir JT kvadratı ifadəsini gətirib qoya bilərəm. Yəni JT kvadratı bölü 2-ni gətirib H şəklində yazaq.
H-yə əvəzləyə. Çünki zamanlar müxtəlif olsaydı, bəli, mən artıq burada əvəzləyə bilməzdim. Amma zamanlarımız eyni olduğu üçün hündürlüyü dəyişən heç bir səbəb yoxdur. Gətirib əvəzlədim. İndi baxırıq ki, Y cisminin ümumiyyətlə maksimum sahib olduğu hündürlük nə idi? 3h idi, yazdıq. 3h bərabərdir. Başlanğıc sürəti neçə idi? 20 idi. 20t plus J'miz, J yox, daha doğrusu H-dan əvəzlədik artıq, H yazdıq. Onda deməli 2H bərabərdir 20t'yə, H da bərabər oldu nəyə? 10t'yə, buradan T'ni tapıram. Çünki bizə onsuz da H naməlumdur, tapmalıyım onu. T'ni tapanda olacaq nə? H bölünsün 10'a. İndi uşaqlar, baxın, zamanın bu tapdığımız qiymətini gətirib bu ifadədə yerinə qoyub qiymət çıxaracaq hündürlük üçün. Onda H bərabərdir, J'miz öz yerindədir. T'nin yerinə H bölü 10 qoyanda olacaq H-ın kvadratı bölünsün 100. Məxrəcdə də əvvəlcədən nə var idi? 2 var idi. İndi onda oldu nə? H bərabərdir, J'miz 10'dur. 10 vurulsun H-ın kvadratı bölünsün 200'ə. Bu 0, bu 0 getdi. H-ın kvadratı bərabər oldu 20H-a. H-lar da getdi ilə. Yəni hündürlüyümüz nəyə bərabər imiş uşaqlar? 20 metrə bərabər imiş. Yəni cavabımız da elə B variantı oldu. İndi gəlin keçək baxaq 8-ci sualımıza. 8-ci sualımız elə bizim şifahi sualımızdır. Nə deyir bizim üçün? Deyir ki, sərbəst düşmə təcili, ağırlıq qüvvəsi verilib, uyğun bəndləri müəyyən edir. Vahidi Newtondur. Əlbəttə ki, bütün qüvvələrin vahidi nə idi? Newton idi. Yəni, bir gələcək ağırlıq qüvvəsinə. Vahidi metr bölü saniyə kvadratıdır. Əlbəttə ki, bütün təcillərin vahidi nə idi? Metr bölü saniyə kvadratı, yəni gələcək artıq 2x-ə. Vektorial kəmiyyəti hər ikisi. Təcil də, qüvvə də necə kəmiyyətli uşaqlar? Vektorial kəmiyyəti. Cismin kütləsinin asılı deyil. Təbii ki, sərbəst düşmə təcili. Çünki bayaq da elə qeyd eləmişdim hansı məsələmizdə. Dedik ki, təcil yalnız və yalnız planetin növündən asılıdır. Başqa da heç nədən asılı deyil. Buna görə cismindən təbii ki, asılı olmadığı üçün elə sərbəst düşmə təcilinin bu ifadə gələcək. Yerin mərkəzinə doğru yönəlir. Biz bilirik ki, planetlər çevrə formalı, kürə formalıdır və kürədə də, çevrədə də qüvvə, təcil həmişə necə yönəlirdi? Çevrənin mərkəzinə. İndi burada planet deyil, planetin mərkəzinə doğru yönələcək, yəni bu da gələcək ortağa. 1-ə deməli 2, 4, 1 deyəndə, yəni x-ə. X-ə 2, 4 gəldi, y-ə 3, 5, z-ə də 1. O da bizim üçün hansı variantı verilib elə? B variantında, yəni 8-də cavabımız B variantıdır. Keçək indi baxaq 9-cu sualımıza. 9-da nə deyir bizə? Şaquli yuxarı atılmış cismin qalxma müddəti və maksimal qalxma hündürlüyü üçün Euler-Venn diaqramında yenə uyğunluqları müəyyən edir. Deməli, BC-də vahidi metrdir. Təbii ki, uşaqlar, nəyin vahidi metr ola bilər? Uzunluğun, hündürlüyün, məsafənin, ona görə gəldi 1, 3-ə. Daha sonra bir digər tərəfdən saniyə ölçən ilə ölçülür. Vahidi saniyə hansının idi? Müddətin, zamanın. Təbii ki, vahidi saniyə olan saniyə ölçənlə ölçülər. O da zamanındır. Bunda deməli gələcək nəyə? 1-ə. Skalyar kəmiyyətli uşaqlar. Skalyar kəmiyyət hər ikisi. Hündürlük də skalyar kəmiyyətdir, zaman da skalyar kəmiyyətdir. Ona görə gəldi ortağa. Başlanğıc sürətlə düz mütənasibdir. İndi düsturumuzu yazaq. Görək hansı düz mütənasibdir. T-qalxmanın düsturu V0 bölünsün J idi. H maksimalın düsturu isə V0 kvadratı bölünsün 2J idi. İndi hündürlükdən baxıram ki, bizim başlanğıc sürətimiz necə asılıymış? Kvadratik. Amma zamanla bizim sürətimiz necə asılıymış? Düz asılı. Deməli, düz asılı olan qalxma müddətidir. Amma kvadratik asılı olan hansı olacaq? Maksimal qalxma hündürlüyü olacaq. Yenə 1-ə gəlir 2, 4, 2-yə gəlir 3, 3-ə də gəlir 1, 5. O da hansı variantda verilib bizim üçün? Baxırıq ki, onu da verib bizə A variantında. Yəni, burada cavabımız A olacaq. Gəlin, indi keçək baxaq 10-cu sualımıza. Görək, onda nə deyir bizim üçün? Deməli, 10-cu sualda bizə deyir ki, uşaqlar, mərkəzləri arasında məsafə D olan 2 M1 və M2 kütləli cisimlər arasında cazibə qüvvəsi F-dir. Cisimlər arasında məsafə yarıya qədər azaldılarsa, cazibə qüvvəsi neçə F olar? İndi, baxın, biz bilirik ki, cazibə qüvvəsinin birinci düsturu nədir? J vurulsun. M1, M2 bölünsün nəyə? R kvadratına. İndi əvvəl məsafəni nə vermişdim? D. Yəni, bir diametrdə nəyə bərabərdir uşaqlar? 2R. Elə gəlin 2R yazaq. Daha sonra bizə deyir ki, məsafə yarıya qədər azaldıldı. Yəni, 2R yarıya qədər azalanda olacaq nə? R. Mənim məsafəm neynədir uşaqlar? 2R-dən gəldi R-ə. Məsafəmiz 2 dəfə azaldı. Məsafənin 2 dəfə azaldığı yerdə qüvvə neynəyəcək? Əlbəttə ki, onun kvadratı dəfə artacaq, çünki tərs kvadratik asılıdır. 4 dəfə qüvvəmiz artar. Sözsüz ki, biz dedik axı, artma da, azalma da həmişə nədir? Əvvəlki qiymətdən. Onda F2 bərabərdir. Əvvəlki qiymətdən 4 dəfə artmalıdır. F1-i, yəni əvvəl bizə nə vermişdi? Baxın, qüvvəni 1F.
Onda deməli olacaq elə cavabımız nə? 4F. O da hansı variantı verilib bizim üçün? A variantında. İndi gəlin keçək baxaq uşaqlar. Gəlir bizim burada 11-ci sualımız. 11-də nə deyir bizə? Deyir ki 1, 2, 3 və 4 cisimləri yer ətrafında dairəvi orbitlər üzrə hərəkət edir. Hansı cismə yer tərəfindən təsir edən ağırlıq qüvvəsi ən böyükdür? Uşaqlar, baxırsınız ki, artıq cisimlər müəyyən bir hündürlükdədir. Planetdən, səthdən, yaxud yerdən. Onda ağırlıq qüvvəsinin hündürlükdən olan düsturunu cəld yazaq. F bərabərdir J vurulsun, M vurulsun. Böyük M, yəni planetin kütləsi vurulsun cismin kütləsi. Bölünsün. R plus nə idi? H-ın kvadratı. İndi baxırıq, bizim qüvvəmizdən hündürlüyümüz necə asılıdır? Tərs asılı. Nə deyir bizə? Qüvvə böyük qiymət alsın. Qüvvənin böyük qiymət aldığı yerdə uşaqlar, onda hündürlük necə qiymət almalıdır? Kiçik. Yəni, bu deməkdir ki, səthə ən yaxın. Artıq mən nə etməliyəm? Orbit üzrə hərəkət etməliyəm. Hündürlüyü ən az olmalıdır. O da səthə ən yaxın, hündürlüyü ən az olan, yəni səthdən baxırıq ki, cisim arasında məsafə ən az olan hansıdır? Birinci. Əlbəttə ki, onda deməli, birin sahib olduğu ağırlıq qüvvəsi ən böyük, amma ən kiçik desəydi, onda da hansını götürəcəydiniz? Təbii ki, dördüncünü hündürlüyü çox olan, yaxud da məsafəni səthlə cisim arasındakı məsafəsi çox olanı nə edəcəksiniz? Götürəcəksiniz. Burada da cavabında deməli 1-dir, yəni olacaq nə? A variantı. İndi gəlin keçək uşaqlar, baxaq 12-ci sualımıza. 12-də nə deyir bizim üçün? Topluda da belə bir sualımız var idi bizim. Deyir ki, kütləsi M olan maddi nöqtəyə təsir edən gravitasiya qüvvələri bir-birini tarazlaşdırır. X məsafəsini hesablayın. Uşaqlar, birincisi bax, burada tarazlaşdırma nə deməkdir? Yəni bir-birinə bərabərdir. Qüvvələr bir-birinə bərabər olar ki, neyniyər? Tarazlaşma, yaxud tarazlıq halı müşahidə olunur. İndi baxıram ki, diqqət edin. 2 dənə biz qüvvədən danışırıq. Bir, bu M kütləli cisimlə 9 kiloqram kütləli cisim arasında yaranan qüvvədən, yenə bir bu M kütləli cisimlə 1 kiloqram kütləli cisim arasında yaranan gravitasiya qüvvəsindən. Onda gəlin başlayaq. Bunu F1 kimi yazıram. Bax, bu olsun bizim F1'imiz. Bu da olsun bizimlə F2'miz. F1'imiz nəyə bərabərdir? J vurulsun. Deməli, M1, M2 bölünsün R-in kvadratına. Yəni, J vurulsun. M1'imiz 1 kiloqramdır. M2 vahidi M kimidir. Yəni, elə olduğu kimi saxlayırıq. Məsafə nə qədərdir? Ümumi baxın, 1 kiloqram kütləli cisimlə. Diqqət edin buradan. Yəni, fərqli rəngdən göstərin bunu. 1 kiloqram kütləli cisimlə 9 kiloqram kütləli cisim arasındakı ümumi məsafəni 12 verir. Və sonra qeyd edib ki, M kütləli cisimlə, baxın, bu bizim 9 kiloqram kütləli cisim arasındakı məsafə X-dir. Onda 1 kiloqram kütləli ilə M kütləli cisim arasında olan məsafənin payına nə düşəcək? 12 çıxılsın X. Çünki X-i düşmüşdür 9-dan M arasına. Bizim də onda payımıza düşən nə olacaq artıq? 12-dən X-i çıxmaq şərti ilə qalan hissə. Onda burada nə yazırıq? 12 çıxılsın nəyə? X-in kvadratına. Elə belə də saxlayırıq. İndi keçdi F2-yə. F2 də bərabərdir J vurulsun. M1, M2 bölünsün R-in kvadratına. İndi J vurulsun. Artıq deməli birinci cismin kütləsini ilə M kimi saxladıq. Öz yerində işimiz yoxdur. İkinci cismin kütləsinə qədər də 9-dur. İndi bu M kütləli cisimlə 9 kiloqram kütləli cisim arasındakı məsafəni baxın bizə nə vermişdi? X vermişdi. Onda bölünsün nəyə? X-in kvadratına. Məsələnin şərtində tarazlaşdırır dediyi üçün dedik qüvvələr bərabərdir. Bu iki ifadəni bir-birinə bərabərləşdirirəm. F1 bərabərdir F2'ye. Yəni J vurulsun, M bölünsün, 12 çıxılsın nəyə? X-in kvadratına yenə. J vurulsun, 9M bölünsün nəyə? X-in kvadratına. Hər tərəfi M-dən azad edirəm, hər tərəfi J-dən azad edirəm. İxtisar getdi, yəni bir sözlə. Onda deməli 9 vurulsun, 12 çıx, X-in kvadratı bərabər nəyə? X-in kvadratına. İndi hər tərəfi gəlin kvadratdan azad edək. 3 vurulsun, 12 çıx, X bərabərdir nəyə? X-ə. İndi bərabərliyə çıxardıq. 36 çıxılsın. 3x bərabərdir x-ə. 4x bərabərdir 36-ya. X də bərabər imiş. Nəyə uşaqlar elə? 9 metrə. Yəni, baxın, deməli, bizim bu 1 kiloqram kütləli cisimlə M kütləli cisim arasında qalan məsafə nəyə bərabər imiş? 9 metrə bərabər imiş. Daha doğrusu bağışlayın, 1 kiloqram yox, 9 kiloqram. Kütləli cisimlə M kütləli cisim arasındakı məsafəmiz 9 metrdir. Əgər işte birdən 1 kiloqram kütləli cisimlə bu M kütləli cisim arasındakı məsafəni soruşsa, onda əlbəttə ki 12-dən 9-a çıxacaqsınız. Yəni qalan məsafə nə olacaq? Cavabımız yaxud nə olacaq? 3 metr olacaq. İndi burada bizim cavabımız elə 9 metrdir. Yəni B variantı. İndi gəlin keçək. Gəlir bizim burada hansı sualımız?
Gəlin baxaq 13-cü sualımıza. 13-də nə deyir bizim üçün uşaqlar? Deyir ki, 3-də 4 pi rho j r ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Gəlin baxaq da görək hansı fiziki kəmiyyətimiz təyin olunacaq. 3-də 4 pi burada öz yerində rho j r. Deməli uşaqlar, gəlin birincisi burada mən rho-nun yerinə mv, m böl v daha doğrusu əvəzləməmizi aparaq. Gətirib yazıram. 3-də 4 pi vurulsun, m bölünsün v vurulsun, j vurulsun r. İndi biz bilirik ki, burada təbii ki, bizim baxdığımız bu kütlə nədir? Planetin kütləsi. Planetlər də hansı formadadır uşaqlar? Kürə formasında. Kürənin də həcmi nədir? 3-də 4 pi r kubu. Onu da gətirib onun da yerinə dərhal tez əvəzləyirik. Deməli, 3-də 4 pi vurulsun, m bölünsün, 3-də 4 nə? Pi r kubu. Bir də vurulsun j, vurulsun r. İndi gəlin bu ifadəni bir səliqəli formaya salaq. Çünki biz bilirik ki, 2 dənə kəsir ola bilməz. Onda deməli, oldu nə? 3-də 4 pi burada özü var idi. Bir digər tərəfdən m sürətdə qaldı. 3 də qalxacaq yuxarı, çünki qeyd etdiyim kimi 2-yə kəsir ola bilməz. 4 pi r kubu öz yerində qaldı məxrəcdə. Burada vurulsun j, vurulsun r. İndi m'lərimiz nə edəcək burada? Daha doğrusu m'imiz öz yerində qaldı. 3-ümüz gedəcək. Pi'lərimiz gedəcək. 4'lər gedəcək. Qaldı onda nə? Deməli, j vurulsun. M. Bir digər tərəfdən bu r-dən də bu getdi. Bölünsün nəyə? R-in kvadratına. Uşaqlar, bu da təbii ki, nəyin düsturudur biz bilirik? Əlbəttə ki, sərbəst düşmə təcilinin, özü də səthdə sərbəst düşmə təcilinin bir digər adlı qravitasiya sahəsinin intensivliyidir. Yəni, ikisi də verilə bilər, heç bir fərqi yoxdur. Cavabımız ona görə nə oldu elə burada? Y variantı. İndi keçək baxaq 14-cü sualımıza. 14-də deyir ki, 80 metr hündürlükdən sərbəst düşən cismin uçuş müddətini, bir də yerə dəyən andakı sürətini. Biz bilirik ki, yerə dəyən anda sərbəst düşən cismin sürətinin 2 düsturu var. Biri gt idi, biri kökdə 2gh. İndi v bərabərdir, bir də kökdə 2gh yazdıq. Baxırıq ki, məsələnin şərtini bizə hündürlük verib, yoxsa zaman verib, hündürlük verib. Əlbəttə ki, onda bu düstura görə irəliləyirik. Onda v bərabərdir, kök altında 2 vurulsun, 10 vur, 80. O da təbii ki, neçə eləyəcək, onda buradan tapırıq ki, elə 40 metr böl saniyə. Yəni, sürətin 40 metr böl saniyəymiş. Keçək indi nə istəyir məndən bir də? Uçuş müddəti. Uçuş da nəyə bərabər edir uşaqlar? Kök altında 2h bölünsün j. Vahid bir düsturumuz var idi onsuz da. Onu da gətirib yeni yerinə qoyaq. Yəni, 2 vurulsun 80, bölünsün 10, 160, 160'ı 10'a 16, 16'dan da neçə çıxır? 4. Yəni, uçuş müddəti də elə 4 saniyə bərabərdir. 4, 40. Onda harada verib bizim üçün gördüyünüz kimi D variantında. İndi gəlin keçək 15-ci sualımıza baxaq. 15-də nə deyir bizim üçün? Deyir ki, 40 metr hündürlükdəki K nöqtəsindən şaqili yuxarıya doğru 10 metr böl saniyə sürətlə atılan m kütləli cisim neçə saniyə sonra yerə çatar? İndi baxırıq ki, uşaqlar, bizə başlanğıc koordinatı 0 verməyib. 40 metr hündürlükdən elə bir balkonda dayanmışdınız. Balkonda müəyyən bir cismi neynədiniz? Hündürlüyə atdınız. İndi təbii ki, sən balkondasansa hündürlüyü necə 0 qəbul edə bilərsən? Sənin başlanğıc hündürlüyün var, yəni başlanğıc koordinatın var, 0 deyil. Yerdən olanda əlbəttə ki, 0 qəbul edirik. Amma müəyyən bir hündürlükdən atılırsa, təbii ki, başlanğıc koordinatımız da həmin o yerləşdiyimiz müəyyən bir hündürlüyümüzdür. İndi gəlin onu da yazaq. Birincisi, şaqili yuxarı atılmış cismin hərəkəti yavaşlayan hərəkətdir. Və koordinatın düsturundan irəliyirik. Y bərabər idi, y0 plus v0t çıx gt kvadratı bölünsün 2 idi düsturumuz. İndi dedik ki, başlanğıc koordinatımız var uşaqlar. Başlanğıc koordinatımız nədir? 40 metr hündürlükdə dayanmışdıq. Bir digər tərəfdən, indi nə deyir bizə? Yerə çatar. Əlbəttə ki, yerə dəyəndə, yerə çatanda, onda mənim son hündürlüyüm nəyə bərabərdir? 0. Son koordinatı nə yazdıq artıq? 0 yazdıq. İndi başlanğıc sürətimiz 10 idi, 10t, j'miz 10'dur. Onu da elə 2'yə bölək yazaq birbaşa. Oldu nə? Minus 5t kvadratı. İndi gəlin burada hər tərəfi mənfi 5'ə bölək. Oldun da t kvadratı çıx 2t çıx 8 bərabərdir nəyə? 0. Gördüyünüz kimi biz buradan artıq kvadrat tənliyə gəldik, çıxdıq. Kvadrat tənliyində gəlin köklərini tapaq. Diskriminantdan da tapa bilərsiniz, V teoremindən tapa bilərsiniz. Necə rahatdır? Biz indi həmişə V-dən getmişik. İndi diskriminantdan gedim ki, işdə birdən aramızda V teoremini bilməyən bir yoldaşımız varsa, diskriminantdan həlliliyin tapın elə. Uşaqlar, diskriminant nə idi düsturu? B kvadratı çıx 4AC. İndi B həddinin yerində gördüyünüz kimi nə dayanıb? 2.
Özü də mənfi 2-dir. İndi mənfi 2-nin əlbəttə ki, kvadratı nə olacaq? Gəlin yazım elə. Mənfi 2-nin kvadratı çıxılsın 4. A-mız, baxın bu həddir, bunun əmsalı nədir? 1-dir. C-miz də bu həddir, gördüyünüz kimi bu da nədir? Mənfi 8-dir. Yazıram, vurulsun mənfi 8. Onda deməli 4 çıxılsın, 4-ü 1-ə 4, 4-ü də mənfi 8-ə vuranda mənfi 32, mənfi də mənfini apardı, olduğuna müsbət. Onda deməli bizim diskriminantımız nəyə bərabər imiş? Müsbət 36-ya bərabər imiş. İndi köklərdə necə tapırıq uşaqlar? Deməli, mənfi B plus D kök altında deyil özdə. Bölünsün 2A, bax düsturumuz budur. Bir dəfə də belə tapırıq. X2 bərabərdir mənfi B, düzdür, səliqəli yazaq. X2 bərabərdir mənfi B, çıxılsın kök altında D, bölünsün nəyə? 2A-ya. İndi gətirib yerinə qoyaq. Deməli, B həddimizdə qiymət neçə idi? Mənfi 2 idi. O da müsbətə çevrildi. Diskriminantı nə tapdı? 36. 36 kökdən nə kimi çıxır? Əlbəttə ki, biz bilirik 6 kimi çıxır. Bir digər tərəfdən T kvadratı bizim nə idi? A həddimiz idi. Əmsalı da 1-dir. Onda bölünsün elə 2. Buradan tapırıq ki, nə verəcək? Bu bizim tənliyimizin kökü 4 verdi. İndi keçdik bir də mənfi olandan baxaq. Deməli, dedik ki, B həddinin qarşısında duran əmsal mənfi 2 idi. Mənfi mənfini apardı, müsbətə çevrildi. Ona görə diskriminant kökdən 6 kimi çıxdı. Bir digər tərəfdən A-mız da T kvadrat əmsalı idi. Qarşısında duran əmsal da nədir? Əlbəttə ki, 1-dir. Elə ona görə 2 vur 1, 2 edəcək. Tapdıq ki, buradan da tənliyimizin kökü nədir? Mənfidir. Uşaqlar, həmişə tənliyin köklərini tapandan sonra mənfi olanın işimiz yoxdur. Müsbət olanla gedirik biz. İndi müsbət cavabını da gördüyünüz kimi neçədir? 4-dür. Yəni cavabımız elə nə olacaq? 4. Zaman onsuz da mənfi ola bilməz uşaqlar. Skalyar kəmiyyətlərin mənfi olma ehtimalı yoxdur, mənfi olma nüansı yoxdur. Əlbəttə ki, siz həmişə müsbətinə gedəcəksiniz. Onda 15-də cavabımız nədir? Yenə qeyd edirəm, B variantı, yəni 4 saniyə. İndi keçək baxaq. Gəlir bizim burada neçənci sualımız? 16-cı sualımız. 16 nə deyir bizim üçün? Deyir ki, şaquli yuxarı atılan cismin hərəkətə başlayandan 2 saniyə sonra sürəti 30 metr böl saniyə olarsa, onun maksimal qalxma hündürlüyünü hesablayın. Gəlin biz birincisi uşaqlar, mənə 2 saniyənin sonunda sahib olduğum sürəti verib. Görün, bunda atılanda hansı başlanğıc sürətlə atılmışam, onu müəyyən edim. V bərabərdir şaquli yuxarı atılan cisimdə, yəni yavaşlayan. V0 minus JT düsturundan istifadə etdik. Son sürətimiz 30-dur. Başlanğıcı bilmirik. Məqsədimiz başlanğıcı tapmaq idi. J'miz 10-dur, zamanında 2 verib. Onda buradan deməli 30 bərabərdir. V0 çıxılsın 20-yə. Elə V0-mız da nəyə bərabər oldu? 50 metr böl saniyə. Yəni bizim cisimimiz 50 metr böl saniyə başlanğıc sürətlə atılmışdı. İndi məndən nə istəyir amma? Məndən maksimal qalxma hündürlüyünü istəyir. H maksimal bərabərdir V0 kvadratı böl 2J düsturundan istifadə edirik. V0-mız 50-dir, yəni 50-nin kvadratı. Hətta gəlin belə yazın. 50 vur 50 bölünsün 2 vur 10. Bu 50-dən bu 10 gedəcək, qaldı burada 5. Bu 50-dən də bu 2 getdi, 25. 25-i də 5-ə vuranda təbii ki, neçə edir uşaqlar? 125 edir. Yəni cavabımız elə oldu nə? 125 metr. H maksimalımız 125 imiş. O da C variantında qeyd oldu bizim üçün. İndi keçək baxaq, gəlir bizim neçənci sualımız? 17-ci sualımız. 17-ci sual belə təsvirə baxanda çətin bir məsələ kimi görünür, amma əslində olduqca sadə bir, rahat bir məsələdir, konkret düsturumuzdur. Nə deyir bizə? Şəkildəki yolun K nöqtəsindən 12 metr böl saniyə sürətlə atılan cisim L nöqtəsindən neçə metr böl saniyə sürətlə keçilir? Uşaqlar, birincisi cisim neyinib? L nöqtəsinə atılıb. Əlbəttə ki, onda bu necə hərəkətdir? Şaquli yuxarı atılmış cismin hərəkətidir. İndi mənə nəyi verib? Baxın burada, başlanğıc sürəti verib. K nöqtəsinə çünki səthdə idi. Səthdən 12 metr böl saniyə sürətlə neynədin? Tutalım bir körəvi atdın L nöqtəsinə. İndi L nöqtəsinə sahib olduğu bizə sürəti soruşur ki, nəyə bərabərdir? Yəni son sürəti soruşur. Başlanğıc sürəti vermişdi 12. Həmçinin bir digər tərəfdən nə istəyir bizdən? H-ı da verib, L nöqtəsini görün, hündürlüyünü verib neçə? 4 metr. Elə son sürəti soruşmuşdu. J-ni də vermişdi nə? 10. Bunların hamısının birgə iştirak etdiyi düstur nə idi? Əlbəttə ki, H bərabər idi. V0 kvadratı çıx. V kvadratı böl 2J. Yavaşlayan olduğu üçün başlanğıcdan sonu çıxırıq. Çünki biz dedik ki, yuxarı hərəkətlər yavaşlayandır. Düzdür, indi aşağı hərəkətlər yeyinləşəndə, indi şaquli aşağı sərbəst düşəndən söhbət gedəndə isə V kvadratı çıx, V0 kvadratı böl 2J olurdu düsturumuz. İndi gətirib qiymətləri yerinə qoyaq. Deməli, H-ı vermişdi 4. Başlanğıc sürəti vermişdi 12, 12-nin kvadratı minus V kvadratı naməlumdur, bölünsün 20-yə. Deməli, buradan
144 çıxılsın. V kvadratı bərabərdir 80-ə. V kvadratı bərabər oldu 64-ə. Elə son sürətim onda nəyə bərabər imiş mənim? 8 metr böl saniyə. Onu da harda verib bizim üçün? Y variantında qeyd edib. Yəni 17-də cavabımız olacaq Y variantı. İndi gəlin keçək 18-ci sualımıza baxaq. 18-də nə deyir bizim üçün? Qravitasiya sabitinin vahidini beynəlxalq sistemin əsas vahidləri ilə ifadə edin. Uşaqlar, birincisi qravitasiya sabitinin üstünü çıxaraq oradan gedək. Deməli, mən bilirəm ki, F bərabərdir J vurulsun. M1, M2 bölünsün R kvadratıdır. Əlbəttə ki, buradan J-ni tapanda olurdu nə? FR kvadratı bölünsün M1, M2. Çünki biz demişdik ki, yanaki kəmiyyətlər tərs aslıdır. J-nin yanında olan M1, M2 düşəcək məxrəcə, qalan kəmiyyətlər hamısı qalxacaq sürətə. İndi gətirib burada vəziyyətdir. Deməli, biz bilirik ki, bütün qüvvələrin vahidi Newtondur. Məsafə vahidi nədir? Metrdir, amma gördüyünüz kimi R-in kvadratı olduğu üçün olacaq metr kvadratı. M1 də kütlədir, M2 də kütlədir. Biz bilirik kiloqram, onda olacaq nə onda? Kiloqramın kvadratı. İndi Newtonu artıq açmağa ehtiyac var. Newton nəyin vahidi idi? Qüvvənin. F bərabər idi nəyə? M-aya. Qüvvəmizin vahidi Newtondur, onda onun da artıq bərabərliyi nə olacaq? Kütlə kiloqramdır. Təcilin də yerinə gətirib metr böl saniyə kvadratı qoyurduq. Onda deməli Newton açılışı nədir? Kiloqram vur metr böl saniyə kvadratı. Gətirib qoyaq. Kiloqram vur metr böl saniyə kvadratı. Burada da metrin kvadratının hasili var. Məxrəcdə də kiloqram kvadratı var idi. İndi uşaqlar 2 dənə kəsir əlbəttə ki ola bilməz. Onda kiloqram vur metr kubu saniyə kvadratı düşəcək məxrəcə. Məxrəcdə kiloqram kvadratı əvvəlcədən var idi. Onda deməli məxrəcdə də kiloqram kvadratı vur saniyə kvadratı oldu. Kiloqramlar getdi. Qaldı da bizim ifadəmiz nə? Metrin kubu bölünsün kiloqram vur nə? Saniyə kvadratı. Onu da görək harda verib bizim üçün. Metrin kubu bölünsün kiloqram vur saniyə kvadratı. Onu da elə bizə C variantında verib. İndi gəlin keçək uşaqlar. Baxaq burada gəlir bizim 19-cu sualımız. 19-da nə deyir bizim üçün? Deyir ki, verilmiş cismə təsir edən ağırlıq qüvvəsinin yerin səthindən olan H məsafəsinə asılı qrafiki verilmişdir. Cismin kütləsini hesablayın. Birincisi, baxırıq ki, bizə burada verilən ağırlıq qüvvəsi, yəni 90 Newton. Cismin səthdəki ağırlıq qüvvəsidir, yoxsa müəyyən H hündürlükdə sahib olduğu ağırlıq qüvvəsidir? Əlbəttə ki, müəyyən H hündürlükdə sahib olduğu qüvvədir. Səthdəki baxın, həmişə bura uyğun qiymətidir. Bax. Səthdəki bura uyğun qiymətli uşaqlar. Çünki biz belə bir ifadə qeyd elədik. Normalda bütün cisimlər planetlərin səthindədir. Əlbəttə ki, azalma həmişə müəyyən, konkret bir qiymətdən, səthdəki qiymətdən başlayır. Bura uyğun qiymət bizim səthdəki qiymətimizdir və buradan qeyri bütün qiymətlər müəyyən H hündürlükdəki nədir? Artıq bizim ağırlığımızın qiymətidir. Onu da biz də dedik ki, müəyyən H hündürlükdə qüvvə həmişə səthdəkindən n plus 1-in kvadratı dəfə nə edir? Kiçik qiymət alır. Gətirib hamısını bircə yazaq. Müəyyən indi hündürlükdə qüvvəni verib 90. Səthdəkini bilmirəm, tapaq. Bir digər tərəfdən uşaqlar. 90-a uyğun hündürlüyümüz nə idi? H-ımız 1 idi. Yəni n-imiz 1-ə bərabərdir. 1 plus deməli 1-in mötərəzə kvadratı. Onda F0 bərabər imiş nəyə uşaqlar? 360 Newtona. Yəni bizim deməli burada artıq səthdə sahib olduğumuz ağırlıq qüvvəsi nəyə bərabər imiş? 360 Newtondur. Məndən səthdəki ağırlıq qüvvəsini istəyir? Xeyr. Mənə J-ni verir və məndən nə istəyir? Kütləni. Onda F-in yerinə mj düsturumuzu qoyuram. Mj bərabərdir 360-a. J-imiz əlbəttə ki 10-dur. İndi mötərəzədə burada qeyd eləməyib, əslində verməlidir və sizə verəcək. Deməli, m vur 360, daha doğrusu 10 bərabərdir 360-a. Onlar getdi. Elə kütləmiz nəyə bərabər imiş? 36 kiloqrama bərabər imiş. Yəni bizim cisimimizin sahib olduğu kütlə 36 kiloqramdır. Bu da hansı variantda verilib bizim üçün elə? Y variantında verilib. İndi gəlin keçək uşaqlar. Baxaq, gəlir bizim 20-ci sualımız. 20-ci sualda nə deyir bizim üçün? Deyir ki, müəyyən hündürlükdən eyni anda V0 bərabərdir 10 metr böl saniyə başlanğıc sürətlə şaquli istiqamətdə yuxarı və aşağı iki cisim atılır. 2 saniyə keçən anda onlar arasındakı məsafə nəyə bərabərdir? Burada bizim 2 dənə hərəkətimiz var. Biri şaquli hərəkət edir, yuxarı hərəkət edir. Biri isə şaquli aşağı hərəkət edir. Gəlin onda başlayaq. Və məsafəni soruşur. Əlbəttə ki, onda hündürlüyə baxmalıyıq.
H1 bərabərdir. Şaquli yuxarı hərəkət idi, yavaşlayandı. Yəni V0t minus JT kvadratı bölü 2-dən gedirik. Çünki bizə başlanğıc sürəti verib, çünki bizə zamanı verib. Əlbəttə ki, sürətlə zamanla olan düsturumuz da bu idi. Onda H1 bərabərdir. Başlanğıc sürəti neçə vermişdi? 10'dur. Zamanımız neçə idi? 2 idi. Minus J'miz 10'dur. 2'nin kvadratı bölünsün 2. Onu da buradan tapdım ki 20 çıxılsın. Deməli 20. O da bərabər imiş nəyə? 0'a. Deməli, birinci halda bizim məsafəmiz nə oldu? 0. Hündürlüyümüz 0 imiş uşaqlar. İndi keçək onda ikinci halımıza. H2 bərabərdir. Artıq ikinci cismə necə baxırıq? Baxın, şagulə aşağı atılıb. Onda H2 bərabərdir. V0t plus JT kvadratı bölü 2. Çünki biz bilirik ki, şagulə aşağı sərbəst düşən cismin hərəkəti, yəni bir sözlə aşağı hərəkətlər yeyinləşən idi. İndi başlanğıc sürətimiz neçə idi? 10 idi. Zamanımız neçə idi? 2 idi. J'miz 10'dur. 2'nin kvadratı bölü 2. 2'lər gedəcək. Onda 20 plus 20 neçə elədi? 40 metr. Əlbəttə ki, onda uşaqlar burada bunlar arasında əks istiqamətli hərəkət edir. Əks istiqamətli hərəkətlərdə də əlbəttə cisimlər bir-birindən uzaqlaşır. Onda məsafəni necə tapırdıq? Təbii ki, yekun məsafəni toplayaraq. L bərabərdir H1 plus H2'yə. H1'i 0 tapdıq. H2'ni 40 tapdıq. Onda ilə bizim artıq cisimlərimiz arasındakı məsafə təbii ki, nəyə bərabər oldu? 40 metrə. Yəni cavab olacaq Y variantı. İndi gəlin keçək 21-ci sualımıza baxaq elə. 21-də nə deyir bizim üçün uşaqlar? Deyir ki, şaquli istiqamətdə aşağı atılmış cismin sürətinin proyeksiyası zaman qrafiki hansıdır? Y oxu üzrə yönəlmişdir. Hərəkət Y oxu üzrədir. Hərəkət Y oxu üzrədirsə uşaqlar. İndi gəlin burada diqqət edək. Biz bilirik ki, aşağı hərəkətlər necə hərəkət edirik? Yeyinləşən. Yeyinləşən hərəkətdə qrafik nə edir? Zaman oxundan uzaqlaşır. İndi baxıram ki, burada zaman oxundan uzaqlaşan, özü də baxın, şaquli aşağı atılmış cismin hərəkəti müəyyən bir başlanğıc sürətlə cisim. Özü də başlanğıc sürətə sahib idi. Müəyyən bir başlanğıc sürətlə gəlib düşürdü yer səthinə. İndi həmin o aşağı yer səthinə düşənə kimi də icra etdiyi hərəkət edir yeyinləşəndə, yəni get-gedə sürətini artıra gəlib düşəcək yer səthinə. Onda deməli baxıram ki, burada qrafik müəyyən bir qiymətdən başlamalıdır. Sıfırdan başlaya bilməz və yeyinləşən isə nə etməlidir? Uzaqlaşmalıdır. C-yə getdi. B ümumiyyətlə ola bilməz, A ola bilməz. Çünki iki hissəli qrafiklər şaquli yuxarı atılmış cismin hərəkətinə aiddir. Çünki şaquli yuxarı atılmış cismin hərəkətini biz nə edirik? Bir yuxarı qalxırıq, bir də aşağı düşürük. Ona görə AB şaquli yuxarı atılmışa ola bilər. Sərbəst düşəndə şaquli aşağıda, cisim yalnız aşağı düşür. Bir dənə hərəkət icra edir. Qurtardı, getdi. Ona görə qrafikdə mütləq şəkildə konkret bir dənə olmalıdır. Cavab ya C olardı onda, ya D, ya Y dedik. Niyə görə C ola bilməz? Çünki biz bilirik ki, şaquli aşağı atılmış cismin hərəkəti yeyinləşəndə qrafik zaman oxundan uzaqlaşmalıdır. İndi D, Y ikisindən biridir. Uşaqlar, baxın, diqqət eləyin. Biz bilirik ki, hərəkətimiz necədir? Baxın, bu bizim Y oxumuzdur. Bir digər tərəfdən baxıram ki, cisim də nə edir? Y oxunun əksi istiqamətində hərəkət edir. Cismin hərəkəti Y oxunun əksidir. Onda hərəkət Y oxunun əksidirsə, əlbəttə ki, nədir? T oxundan aşağıdır. Onda olacaq nə? Təbii ki, cavabımız elə Y variantı. Baxın, bu sözü burada görməzdən gəlin. Y oxu üzrə yönəlmişdir. Y oxu üzrə yönəlib hərəkətin, yəni şaquli aşağı olma ehtimalı yoxdur. Belə bir ifadə səhvdir. İşdir birdən modulu desə, bəli, modul nə deməkdir? Mənfini nəzərə alma. Onda D variantını qəbul edə bilərsiniz. Amma qeyd etdiyim kimi, yoxsa şaquli aşağı atılmış cismin hərəkəti özünüz baxındır. Görsünüz, V-nin istiqaməti necədir? Verilən Y oxunun əksidir. Əlbəttə ki, biz bilirik ki, sürət və koordinat oxu əks istiqamətsə, qrafik zaman oxundan aşağıdır. Eyni istiqamətdə olsa zaman oxundan yuxarıda götürə bilərdik. İndi yenə qeyd edirəm, cavabımız nədir onda elə? Y variantı. İndi gəlin keçək baxaq 22-ci sualımıza. 22-də nə deyir bizim üçün? Deyir ki, şaquli istiqamətdə yuxarı atılmış cismin koordinat zaman qrafiki verilmişdir. Cismin maksimal qalxma hündürlüyü neçə metrdir? İndi baxıram ki, bizə qrafikdə nələr verib? Zamanı verib. Maksimal qalxma nöqtəmiz, maksimal hündürlüyümüz haradır? Baxın, bura. Bura uyğun onda zamanımız da əlbəttə ki, nə olar uşaqlar? 5 olar da. Heç başqa zamanımız, daha doğrusu 3 olar da. Başqa zaman var ki, yoxdur. 2, 3, 4. Zaman nə edir? Bərabər şəkildə artır. Maksimal nöqtəyə uyğun zamanında təbii ki, nə olacaq elə? 3 saniyə olacaq. Onda gəlin buradan tapaq artıq. H maksimal bərabərdir. J, T qalxma kvadratı bölü 2. Çünki biz bilirik ki, maksimal nöqtəyə qalxmaq üçün sərf olunan zaman nədir? T qalxmaq. T uçuş deyil, qətiyyən qarışdırmayın. T uçuş trayektoriyanın sonuna. Bax, bura uyğun zamanımızdır.
Yəni yerə gəlib düşən ana kimi sərf etdiyimiz nədir? Zamanımızdır. Amma maksimal nöqtəyə qalxana kimi sərf etdiyim zaman T qalxmadır. İndi T qalxmanı da yenə qeyd edirəm. Özünüz konkret olaraq bax elə görən kimi biləcəksiniz. 2 4 arasında hansı rəqəmimiz var? Təbii ki 3 rəqəmimiz var. Zaman da bərabər artıraq. 2-dən 3-ə, 3-dən də gəlib nəyə? 4-ə. Çünki biz bilirik yuxarı hərəkət bərabər yavaşlayandır. Aşağı da nədir? Bərabər yeyinləşən. Bərabər zaman fasiləsində sürətini bərabər ya azaldacaq, ya artıracaqlar. Ona görə burada siz artımın zamanında indi deyə bilərsiniz ki, niyə görə 3 oldu? Çünki yenə qeyd edirəm, niyə görə? Bərabər zaman fasiləsindən danışırıq. Bərabər şəkildə sürətin artmasından, yaxud bərabər azalmasından. Bərabər şəkildə artmadan da zamanın danışırıqsa, əlbəttə ki, 2, 3, 4 kimi irəliləyir. İndi J'miz oldu, T qalxmamız oldu nə? 3, 3-ün kvadratı. Bölünsün 2. Deməli, bu da təbii ki, bizim üçün neçə verəcək uşaqlar ilə? 45 metr verəcək. Yəni, cavabımız oldu 45 metr. O da harada verilib bizim üçün? C variantında. İndi. Gəlin baxaq 23-cü sualımıza. 23-cü nə deyir bizim üçün? Deyir ki, eyni radiuslu, lakin müxtəlif sıxlıqlı 2 planet var. Doğru ifadələri göstərin. İndi bizdən istədiyi bir sərbəst düşmə təcilidir. Bir də bizdən istədiyi nədir? Kosmik sürətlərdir. Birincisi sərbəst düşmə təcilinin, baxıram burada düsturuna. J bərabər idi nəyə uşaqlar? J m bölünsün r kvadratı. Gördüyünüz kimi hər hansı bir hündürlükdən danışmayıb, ona görə J m bölünsün r plus h kvadratına getmirik. Ona nə vaxt hündürlük versə, artıq o zaman yazaraq hesablayacağıq. Deməli, J m bölünsün r kvadratı. Məsələnin də şərtində sizə nə qeyd edilir? Baxın, deyir ki, eyni radiuslu, yəni məsafələr, radiuslar eynidir. At getsin, işin yoxdur. J onsuz da sabitdir. İşimiz yoxdur. Və məsələnin şərti plus bizə nə deyir? Baxın, diqqət edin. Sıxlıq. Onda m-in yerinə mən gətirib nə edirəm? Rho v əvəzləməsi aparıram. J vurulsun. Rho v bölünsün nəyə? R-in kvadratı dedik. Radiusları eyni verib. J sabitdir. İşimiz yoxdur. Əlbəttə ki, bizim kürə şəkili cisimlərin həcmi 3-də 4 pi r kubudur. Amma radiuslar eynidirsə, elə həcmləri də orada dəyişən heç bir səbəb yoxdur. Eyni olacaq. Onda deməli, bizim sərbəst düşmə təcilimizi dəyişən ancaq nə imiş? Sıxlığımız imiş. Sərbəst düşmə təcili sıxlıqdan necə asılıdır gördüyünüz kimi? Düz asılıdır. Burada bizə nə vermişdi? Rho 1-i Rho vermişdi. Rho 2-ni də nə vermişdi? 4 Rho vermişdi. Gəlin elə laf burada nisbətdən gedək. J1 bölünsün. J2 bərabərdir. Dedik sıxlıqdan necə asılı? Düz asılı. Rho 1 bölünsün Rho 2. Rho 1-i nə vermişdi? 1 Rho. Rho 2-ni nə vermişdi? 4 Rho. Onda buradan tapdıq ki, J2-miz nəyə bərabər imiş? 4 J1-ə bərabər imiş. Onu da verib bizə elə birinci şərtdir. Daha sonra bir digər tərəfdən keçirik. İndi sürətimizi özü də hansı sürətdir? Əlbəttə ki, gördüyünüz kimi kosmik sürət. Kosmik sürətin düsturu nə idi uşaqlar? V birinci kosmik sürət bərabər idi. Kök altında J vurulsun, M bölünsün R idi. İndi yenə məsələnin şərti sıxlıq dediyi üçün M-i Rho V ilə əvəzləyirəm. J vurulsun, Rho V bölünsün nə olacaq? R. Radiuslar eynidir. Atdıq getdi, işimiz yoxdur. J sabitdir. Biz dedik ki, əgər radiuslar eynidirsə, həcmi dəyişən heç bir səbəb qalmadı. Onda deməli, kosmik sürətimizi dəyişən sıxlıq imiş. Kosmik sürəti sıxlıqdan düz asılıdır. Amma gördüyünüz kimi necə asılıdır? Kök altında düz. Yəni, Rho 1 bölünsün, Rho 2 kökdə. İndi baxıram, Rho 1-imizi bizə nə verib? 1 Rho. Rho 2-ni nə vermişdi? 4 Rho. İxtisar getdi. 4-də 1 də kökdən 2-də 1 kimi çıxır. Yəni V2 bərabərdir nəyə? 2V1-ə. Onu da harada verib bizim üçün? 4-cüdə qeyd edib. İndi uşaqlar, gəlin 24-cü sualımıza baxaq. 24-də nə deyir bizə? Deyir ki, müəyyən hündürlükdən cisim sərbəst düşür. Uyğunluğu müəyyən edin. 2-ci saniyədə, 3-cü saniyədə, 4-cü saniyədə gedilən yolları tapmalıyam. Biz demişdik ki, uşaqlar, məsələnin şərtində n-ci saniyə ilə bağlı ifadə varsa, gedilən yolun düsturu nə idi? S bərabər idi. J vurulsun, 2n minus 1 bölünsün 2. İndi gəlin bircə hesablayaq. Birinci nə demişdi? 2-ci saniyədə. Yəni S bərabərdir. J-nin yerinə 10 qoyuruq. N-in yerinə 2 qoyacağıq. Çünki 2-ci saniyədə deyir. Deməli 2 vur 2 minus 1 böl 2. Onda buradan tapdıq ki, 2-ci saniyədə gedilən yol nəyə bərabər imiş? 15 metrə. Yəni o da harada verib bizim üçün? C-də. 1-ə gəldi C. Daha sonra 2-də nə deyir? 3-cü saniyədə. Onda S bərabərdir. J-nin yerinə yenə 10 qoyuram. N-in yerinə artıq nə qoyacaq? 3. 2 vurulsun. 3 minus 1 böl 2. Onda buradan da tapdıq ki, artıq 10 vurulsun. 5 bölünsün 2. Yəni 25 metr imiş. Onu da harada verib bizim üçün? Onu da Y variantında verib. İndi keçək 3-cüyə. 3-də isə nə deyir bizə? Deyir ki, baxıram 4-cü saniyədə. Onda S bərabərdir 10 vurulsun.
2 vur 4 minus 1 bölü 2. Yəni 10 vurulsun. Baxırıq 7 bölünsün 2. O da neçə eləyəcək? 35 metr. Harda verib bizim üçün? B variantında. Yəni 1-ə C, 2-yə Y, 3-ə isə B gəldi. Keçək baxaq 25-ci sualımıza. 25'e ne deyir bizim için? Deyir ki, sərbəst düşən cismin düşmə zamanının birinci yarısında 45 metr yol gedib. Zamanın ikinci yarısında cisim neçə metr yol gedər? Uşaqlar, bununla bağlı bizim bir qeydimiz var. Həmişə yadınızda saxlayın. Sərbəst düşən cisim zamanın birinci yarısında ümumi yolun 1/4-ni gedir. Qalan yarısında isə əlbəttə ki, nə edəcək? Yolun 1/4-ünə qət edəcək. Çünki 1/4-ni getsə əlbəttə ki, nə qaldı? 1/4-ü qaldı. Yeni qeyd edirəm, sərbəst düşən cisim zamanın ilk yarısında, birinci yarısında həmişə ümumi yolun 1/4-ni qət edəcək. İkinci yarısında isə qalan yolu, yəni 4/3-ü qət edəcək. Bu bizim bir qaydamız, bir qeydimizdir. Onda gəlin başlayaq da hesablamağa. Deməli, S bərabərdir 4/1H. Yəni burada da bizə nə verib? İlk yarısında 45 metr yol gedib. S-imizin yerinə 45 qoyuruq. 4/1H. Buradan tapdıq ki, ümumi bizim hündürlüyümüz nəyə bərabər imiş uşaqlar? 180 metrə bərabər imiş. İndi mənə nə lazımdır? Zamanın ikinci yarısı, yəni ikinci yarısına qalan yolu gedirdi 4/3-ü. Ona görə 4/3H-da artıq nə qədər bu yol getmiş olacaq? Deməli 4/3 vurulsun. H-ı da 180 tapdıq. Bu 180, bu 4. İxtisar getəcək. Əlbəttə ki, burada qaldı nə? Deməli 4-ə aparanda elə 4, 45. 45-i də 3-ə vuranda neçə elədi onda? 135 metr. Deməli, ikinci yarısında isə 135 metr yol getmiş oldu. Cavabımız da elə nədir uşaqlar? 135 metr. İndi uşaqlar, gəlin 26-cı sualımıza baxaq. Nə deyir bizə 26-da? Deyir ki, uyğun sözlərdən istifadə etməklə mətni tamamlayın. Gravitasiya qarşılıqlı təsiri nə vasitəsilə ötürülə bilər uşaqlar? Təbii ki, gravitasiya sahəsi vasitəsilə ötürüləcək. Ona görə gəldi burada nə? 6. Gravitasiya qarşılıqlı təsiri ədədi qiymətcə nə ilə xarakterizə olunur? Təbii ki, uşaqlar, təsir nədir fizikada? Qüvvə. Təbii ki, gravitasiya təsirini də xarakterizə edən qüvvə hansı qüvvə idi? Cazibə qüvvəsi. Daha sonra cisimlərin arasındakı cazibə qüvvəsinin modulu bu cisimlərin kütlələri hasilə düz. Gəlin düsturumuzda yazım yenə təzədən. F bərabərdir J vurulsun. M1, M2 bölünsün R kvadratı düsturumuz idi. Təbii ki, kütlələr hasilə necə aslı idi? Düz aslı idi. Amma məsafənin kvadratı ilə gördüyümüz kimi necə aslıdır? Tərs asılıdır. O da gəldi bura 3. Daha sonra iki cismin arasındakı cazibə qüvvəsi ədədi qiymətcə dedik bərabərdir, amma istiqamətcə nədir uşaqlar? Əksdir. Çünki burada qarşılıqlı təsirdə olan biz cisimlərdən danışırıq. Qarşılıqlı təsirdə olan cisimlərin həmişə ədədi qiymətcə qüvvələri bir-birinə bərabərdir. İstər cazibə qüvvəsi olmur, nə olur olsun. Əgər bir cisim ki qarşılıqlı təsirdədirsə, cisimlər daha doğrusu, qüvvələr həmişə bərabərdir. İndi daha sonra sonuncuda da nə deyir bizim üçün? Hərəkəti ümumdünya cazibə qanunu ilə tənzimlənir. Əlbəttə ki, nələrin? Göy cisimlərinin hərəkəti cazibə qanunu ilə nə edəcək? Tənzimlənəcək. Yəni 6, 1, 2, 3, 5, 4 bizim doğru cavabımızdır. Keçək indi baxaq 27-ci sualımıza. 27 nə deyir bizim üçün uşaqlar? Deyir ki, kütləsi M, radiusu R olan planet gravitasiya sahəsi yaradır. Uyğunluğu müəyyən edin. İndi diqqət edək, baxın burada. Deməli, O-dan A-ya kimi bizə məsafəni verib nə? Əlbəttə ki, biz bilirik, mərkəzdən səthə kimi istənilən məsafə nədir? R-dir. İndi baxın, buradan burada R olacaq. Əlbəttə ki, buradan burada nə olacaq? R olacaq. Onda deməli, O-dan B-yə kimi ümumi məsafə 3R-dir. O-dan C-yə kimi də ümumi məsafəmiz nəymiş? 2R-dir. İndi gəlin başlayaq artıq uyğunluğu təyin etməyə. Deməli, gravitasiya sahəsinin intensivliyidir. Mən də bilirəm, düsturumuz nə idi? Təbii ki, J bərabər idi. J vurulsun. M bölünsün. Nə idi uşaqlar? Təbii ki, R kvadratı idi. İndi burada R plus H-ın kvadratına görə artıq getmirəm. Burada əslində H bərabər idi 2R idi. 2R'dən R-i toplayanda onsuz da o bizə 3R'in kvadratı verəcək. Daha birbaşa ilə R kvadratına gedə bilərik. Lap istəyirsə yaxşı. Sizin üçün qarışdırıcı nüansı olar birdən. Elə bu şəkildə yazaq. Deməli, burada H-ı verib. Gördüyünüz kimi 1R. Burada da 2R vermişdi. İndi gəlin birinci A nöqtəsindən başlayıram. A nöqtəsi gördüyünüz kimi hardadır? Səthdə. Gördüyünüz kimi planetin səthində verir. Səthdə də əlbəttə ki, gravitasiya sahəsinin intensivliyin düsturu nə idi? J-in bölünsün R kvadratı. Elə belə də qalacaq. Bu bizim uyğunluğumuzdur. Yəni 1-ə gəldi nə? C. Keçdik indi uşaqlar ikinci. İkinci hansı nöqtəmizi diqqət eləyək? Bizim B nöqtəmizdir. İndi artıq B nöqtəsi gördüyünüz kimi səthdən müəyyən bir uzaqlıqda da, müəyyən bir hündürlükdə deyilir. J bərabərdir. J vurulsun. M bölünsün nəyə? R plus H-ın kvadratı. Onda J vurulsun, M bölünsün. R öz yerində H-ımız nə idi? 2R.
Onda buradan da tapanda J vurulsun M bölünsün nə oldu? 9 R-in kvadratı. Yəni səthdəkindən mən 9 dəfə azalmışam. Onda 2-yə gələcək əlbəttə ki, nə uşaqlar? Y variantı. Keçək indi 3-ə. 3-də isə S nöqtəsidir. S nöqtəsində də deməli J bərabərdir. J vurulsun M bölünsün R plus H kvadratı ifadəsindən istifadə edirik. J vurulsun M bölünsün R. H-ımız artıq 1 R-dir. Olacaq onda nə burada? J vurulsun M bölünsün 4 R-in kvadratı. Yəni gördüyünüz kimi səthdəkindən 4 dəfə azaldı. 3-ə isə gələcək nə? Deməli S nöqtəsinə daha doğrusu D gəldi. İndi bir də bizdə burada nə edir? A-da yuxarı yönəlib, B-də sağa yönəlib uşaqlar. Baxırıq, gravitasiya sahəsinin intensivliyi, ağırlıq qüvvəsi həmişə dedik necə yönəlir? Planetin mərkəzinə doğru. B nöqtəsində baxın bu şəkildə sağa yönələcək. Elə bu sağa yönəlmə təbii ki B-yə gəlir, yəni onda 2-yə gəldi B-yə. Daha sonra S nöqtəsinə necə yönələcək bizim gravitasiya sahəmizin intensivliyi? Təbii ki yuxarı planetin mərkəzinə doğru yönəlir dedik. Onda elə baxın bu A ifadəsi də S nöqtəsi üçündür. A nöqtəsində isə necə yönələrdi? Sola doğru, onu da bizə verməyib. Deməli 1-ə gəldi S, 2-yə gəldi B-yə, 3-ə isə gəldi nə? A, D. Gəlin uşaqlar, artıq yekun olaraq situasiyamızdan danışaq. Nə deyir bizə? Voleybolçu topu 30 metr bölü saniyə sürətlə şaquli yuxarı atıb, havanın müqavimət qüvvəsini nəzərə almayaq. Birdə deyir ki, topun sürətinin zaman asılı qrafikini çək. İndi gəlin 1-ə keçməmişdən əvvəl 2 və 3-ü tapaq, ondan sonra 1-ə qaydarıq. 2-də bizim üçün nə deyib bəs? 5-ci saniyənin sonunda topun hərəkət sürətini tapın. Baxıram ki, şaquli yuxarı atılmış cismin hərəkətidir. Başlanğıc sürəti verib, zamanı verib, son sürəti istəyir. Əlbəttə ki, istifadə edəcəyimiz düstur nədir? V0 minus JT. V0'mız 30 idi, J'miz 10'du, T'miz 5'ti. Bunda cevabımız ne olacak? 20 metr bölü saniye, özü de mənfi. İndi deyirsiniz ki, burada niyə görə mənfi aldıq? Uşaqlar, bu deməkdir ki, hərəkət Y oxu istiqamətində yox. Y oxunun əksi istiqamətində baş veribmiş və sürətin də dədi qiyməti nəyə bərabər imiş? Mənfi 20-yə. İndi gəlin baxaq 3-cü sualımıza. 3-də nə deyir bizim üçün? Maksimal qalxma hündürlüyünü tap. Başlanğıc sürəti verib, başlanğıc sürətin olan düsturumu yazıram. V0 kvadratı bölü 2J. 30'un kvadratı bölünsün. Əlbəttə ki, J'miz də 10'du. 20. Onda buradan tapdıq ki, elə maksimal qalxma hündürlüyümüz nəyə bərabər imiş? 45 metrə. İndi gəlin birinci sualımıza baxaq artıq. Şaquli yuxarı atılan cisimdə uşaqlar və zamana asılı qrafikini verib. Mən bilirəm ki, şaquli yuxarı atılmış cisimdən söhbət gedəndə iki zamandan danışırdıq. Bir T qalxma, yəni maksimal hündürlüyə qalxma müddəti. Bir də nə idi? T uçuş, yəni trayektoriyanın sonunda sahib olduğum nə idi? Sürət idi. Birincisi gəlin baxaq. Şaquli yuxarı atılmış cisim birinci qalxır, müəyyən bir başlanğıc sürətə, daha sonra isə nə edirdi? Düşürdü. Baxın, bura kimi bizim sərf etdiyimiz müddət T qalxma idi. Düşəndə isə düşənə kimi də, düşməkdə daxil olmaqla sərf etdiyimiz zaman nə idi? T uçuşu idi. Onda gəlin birinci T qalxmanı tapaq. T qalxmanı necə tapıram uşaqlar? V0 bölünsün J-dir. V0'mız neçədir? 30 idi. J'miz neçədir uşaqlar? 10'dur. Onda T qalxmamız nəyə bərabərdir? Əlbəttə ki 3 saniyə. T uçuş nə idi? 2 T qalxma idi. Onda deməli 2 vurulsun 3. T uçuş isə 6 saniyəyə bərabərdir. İndi gəlin başlayaq. Deməli uşaqlar, bizim V'mizin T'dən asılı qrafikini çəkirik bu şəkildə. Birinci biz bilirik yuxarı hərəkətdir. Baxın, şaquli yuxarı atılıb, yuxarı qalxır maksimal nöqtəyə. Təbii ki, yuxarı hərəkətdə necə hərəkət idi? Yavaşlayan. Özü də necə hərəkət edir? Baxın elə Y oxu istiqamətində. Onun Y oxu istiqamətindədirsə, qrafik T oxundan yuxarıda olacaq. Bu bir. Bir digər tərəfdən yavaşlayan sonda qrafik nə etməlidir? Yaxınlaşmalıdır zaman oxuna. Ona görə yazırıq, bax, bura kimi sərf etdiyimiz zamanda plus nə idi? T qalxma. Onda neçə tapdıq elə? 3 saniyə tapmışıq. Daha sonra görürsünüz ki, cisim artıq neyini düşür aşağı. Özü də necə? Gördüyünüz kimi Y oxunun əksinə. Y oxunun əksi olduğu üçün qrafik artıq T oxundan aşağıda olacaq. Plus aşağı hərəkətlər də dedik yeyinləşəndir. Ona görə qrafik zaman oxundan uzaqlaşacaq və sözsüz ki, baxın, qrafiki bu şəkildə çəkdim və dedik trayektoriyanın sonuna uyğun zaman isə nədir? Əlbəttə ki, T uçuş. Onu da neçə tapdıq? 6 saniyə. Baxın, bu da bizim V'nin T'dən asılı qrafiki idi və ümumiyyətlə ağırlıq mövzusunun suallarının izahı idi uşaqlar.